Ay kişi, kefini pozma. Lap tutalım bəy tapıldı. Kinonu çəkdiniz, mən gəldim oturdum, Əhməd gəldi oturdu, Bradyaga... Saxla, məni çıx. Yaxşı, səni çıxdım. Hə, tutalım ki, gəldik oturduq zalda. Baxdıq, bu toy olmadı. Bu kinodur. Bax, əsl toyu çəksəz, bu başqa məsələ. Əsl toyda, bilirsiniz də, daşa dirənib. Ya gərək elə indi gedək oturaq İsrafilin elçi daşın üstündə, çıxaq çənə boğaza, ya da gərək bir kişi oğlu tapla ki, götürür bu daşı, vur İsrafilin başına. Sənin işin gücün yoxdur. İş başıma qəhətdir, gədə düşünlə məşğul ol da. İndi Elxan qıza deyir ki, atalar işdən Mənə bax, sən buraya üçün gəlmirsən, kino çəkməyə, ya cəmaatın şəxsi məsələləri ilə məşğul olmağa. Bu şəxsi məsələ deyil ki. Bu taledir. Əsəd müəllim, tapmışam! Əsəd mənim, Əsəd mənim. Bəyi biz oğurlamışıq. Mən sizə göstərərəm artisti oğurlamaq nə deməkdir. Əsəd müəllim, bəyi oğurlamaq bunların toylarının köhnə adətidir. Bir də həmişəlik oğramayıblar. Kaş elə bir dəfəli oğrayırdılar, onu canımız tutar idi. Bəy kimi oğurlayıb? Musa oğurlayıb. Bizim şərtimiz var. Əgər siz tellini 10 dəqiqəlıq Musaeviyə versəz, onda... Necə yəni 10 dəqiqəlik ver? Siz onun özündən soruşmuşsunuz ağzını ya yox? De. 5 dəqiqə artıq olmaz. Musaevi, 5 dəqiqə olar? Olar! Olar. İşə düşmədik. Bu Akü nəyə lazım? Bilmirəm. Yaxşı, mən gedim.